İddə qapısı hansı istiqamətə baxır? Bəsrə istiqamətinə. Bəsrədən Əhməd Əl-Həsən əleyhissalam çıxdı. O, bu dövrdə Qüdsün ruhunun və ya müqəddəs ruhun daşıyıcısıdır. O, İraqdan, Bəsrədən gələcəyi vəd edilən Yəmani, vəd edilən xilaskar, Mehdilərin birincisi və İmam Mehdi əleyhissalam tərəfindən göndərilən elçidir. Və bu, görməyə gözü olanlar və eşitməyə qulağı olanlar üçün bu dövrdə onun gələcəyinə birbaşa işarədir. Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammed və ali Muhammed əl-əimmə vəl-məhdiyyin və səlləm təslimə. Əssalamu aleykum və rəhmətullahi və bərəkatuhu. Əziz qardaşım və səhabəm, hörmətli doktor Əli Qureyfi. Və aleykum salam və rəhmətullahi və bərəkatuhu. Təşəkkür edirəm ki, buradasan. Sizinlə birlikdə olmaq mənim üçün böyük şərəfdir. O şərəf mənə aiddir. Bugün biz bu epizodda İslamın ən məşhur rəvayətlərindən birinin təfsiri haqqında danışmaq istəyirik. Həmin rəvayət həm sünni, həm də şiə İslamında mövcuddur. Bu, Muhammed Peyğəmbərin sallallahu aleyhi və alih sözləridir. O buyurmuşdur: Ənə mədinətul ilim və əliyyun babuha. Mən arədəl ilim fəliyyət əl-bab. Doğrudur. O buyurub: Mən elm şəhəriyəm, Əli isə onun qapısıdır. Elm istəyən qapıya gəlsin. Və Əli onun qapısıdır, yəni Əli ibn Əbu Talib. Kim elm istəyirsə qapıdan gəlsin. Bu xüsusi rəvayət Peyğəmbər əhl-i-beytinin bir çox üzvü tərəfindən, eləcə də Muhammed Peyğəmbərin çox salih səhabələri, onun dövründə yaşayan insanlar və ondan sonra gələn imamlar tərəfindən nəql olunmuşdur. Və bu rəvayət Əhl-i-Beytin əleyhissalam şiələri tərəfindən Muhammed Peyğəmbərdən sonra İmam Əli ibn Əbu Talibin qanuni xilafətini sübut etmək üçün geniş miqyasda qəbul edilmişdir. Onlar bunu bu cür görürlər. Muhammed Peyğəmbər sallallahu aleyhi və alih deməyə çalışırdı ki, ilahi elmə yiyələnmək istəyən hər kəs mənim xəlifəmi qəbul etməlidir. Və mənim xəlifəm İmam Əlidir, əleyhissalam. Sünnilər isə əsasən bunu fərqli şəkildə şərh etməyə çalışırlar və hesab edirlər ki, İmam Əli əleyhissalam Peyğəmbər əhl-i-beytinin üzvü və çox elmli bir şəxsdir. Lakin onlar İmam Əlinin əleyhissalam, Muhammed Peyğəmbərin sallallahu aleyhi və alih xəlifəsi olduğunu qəbul etmirlər. Baxmayaraq ki, onu Peyğəmbərdən sonra gələn 4 xəlifədən biri, yəni Raşidi xəlifələrdən biri kimi üstünlüyünü qəbul edirlər. Lakin bu hədisin mənası yalnız bu idimi? Ya da Peyğəmbər sallallahu aleyhi və alih bizdən bu sözlərdən çıxarılacaq daha dərin bir gizli mənanı mı istəyirdi? Bu suala cavab vermək üçün düşünürəm ki, biz bu hədisi biraz daha yaxından araşdırmalıyıq. Deməli, nə baş verir? Burada bir təşbih var. Yəni bir bənzətmə, allegoriya, bir məsəl var ki, Muhammed Peyğəmbər sallallahu aleyhi və alih bir şəhərə oxşadılır və həmin şəhər bir elm şəhəridir və o elm şəhərinin bir qapısı var. Həmin qapı vasitəsilə şəhərə daxil olmalısınız. Və kim ki o şəhərə həmin xüsusi qapıdan daxil olmursa, ora daxil ola bilməyəcək. Buna görə də çox vacibdir ki, biz qapının kim olduğunu, nə olduğunu və Peyğəmbərin sallallahu aleyhi və alih özünü hansı şəhərə oxşatdığını diqqətlə nəzərdən keçirək. Əhl-i-Beytin əleyhissalam digər hədislərinə baxdığımızda, Əhl-i-Beytin bizə dediyi bir hədisi tapırıq ki, orada Muhammed Peyğəmbər sallallahu aleyhi və alih buyurur:
Mənim əhl-i-beytimin sizin aranızdakı misalı İsrail oğullarının arasındakı Hittə qapısının misalı kimidir. Bu misal. Mənim əhl-i-beytimin sizin aranızdakı misalı Hittə qapısının İsrail oğulları arasındakı misalı kimidir. Kim o qapıdan daxil olsa bağışlanar. İndi burada bir məsələ açılır. Artıq bilirik ki, Peyğəmbərin sallallahu aleyhi və aleyh İmam Əli əleyhissalam ilə müqayisə etdiyi bu şəhərin qapısının bir adı var. Və bu ad başqa bir hədisdə açılıb və ya açıqlanıb və o qapının adı Hittə qapısıdır. Və İmam Əli əleyhissalam ilə olan misal eyni zamanda o qapının misalıdır. Lakin o qapının misalı Peyğəmbərin əhl-i-beyti ilə də əlaqəlidir. Beləliklə, sadəcə İmam Əli əleyhissalam deyil, bütün imamlar bu şəhərin qapısıdır. Yaxşı, bəs Hittə qapısı haqqında daha çox məlumatı haradan öyrənə bilərik? Quranda Bəqərə surəsinin 58-ci ayəsində Hittə sözünün keçdiyini görürük. Bəqərə surəsinin 58-ci ayəsində belə keçir. Bismillahirrahmanirrahim. Xatırlayın ki, o zaman biz dedik, bu kəndə daxil olun və orada istədiyiniz yerlərdə rahatlıqla yeyin, için. Qapıdan səcdə edərək daxil olun və Hittə deyin ki, sizin günahlarınızı bağışlayaq. Biz yaxşı iş görənlərə mükafatlarını artırarıq. Və aydın şəkildə bu ayə, yəni Bəqərə surəsinin 58-ci ayəsi hədisə birbaşa istinad edir. Hədis birbaşa ona istinad edir. Çünki burada şəhərdən bəhs edən bir ayə var ki, insanlar ora daxil olub istədikləri yerdə yeyə bilərlər. Sanki Ədin cənnətindəymiş kimi. Onlar istədikləri qədər yeyə və öyrənə bilərlər. Meyvələrdən, hər yerdən və hər şeydən istədikləri kimi yeyə bilərlər. Tək şərt odur ki, bu məlum qapıdan daxil olsalar, səcdə vəziyyətində, təvazökar şəkildə daxil olmalı, o qapıdan keçərkən özünü üstün görməməli, yəni bu qapıya qarşı təkəbbürlü olmamalıdırlar. Və burada Bəqərə surəsinin 58-ci ayəsində istinad edilən şəhər Peyğəmbərin sallallahu aleyhi və aleyh şəhəridir və o Peyğəmbərin özüdür. Və o qapı ki, insanlara səcdə vəziyyətində daxil olmağı əmr edirlər. O, Peyğəmbərin sallallahu aleyhi və aleyh əhl-i-beytidir, əleyhümüssalam. Və o qapı ki, insanlar ona daxil olmağa əmr edilirlər. O, Hittə adlandırılır. Ayədə deyilir ki, Hittə deyən kəsin günahları bağışlanacaq. Tam olaraq hədisdə deyildiyi kimi. Mənim əhl-i-beytimin sizin aranızdakı misalı İsrail oğulları arasındakı Hittə qapısının misalı kimidir. Kim o qapıdan daxil olsa, günahları bağışlanar. Beləliklə, hədisdəki günahların bağışlanması ilə ayədəki günahların bağışlanması arasında açıq bir əlaqə var. Şəhər və qapı. Həqiqətən açıqdır. Bu çox aydındır. İndi maraqlı olan şey budur ki, İsrail oğulları ilə bağlı Hittə qapısının nə olduğunu araşdırarkən, görəcəksiniz ki, İsrail oğulları ilə bağlı Hittə qapısı əslində günahların bağışlanma qapısı və ya bağışlanma qapısı və ya qızıl qapı və ya rəhmət qapısı və ya Məsihin qapısı adlandırılan bir qapıdır. Və bu, Yarusəlim şəhərinin 8 qədim qapısından biridir. Beləliklə, Hittə qapısı əslində Yarusəlimin qapısıdır. Şəhər Yarusəlimdir. Yarusəlim isə Qüdsdür. Düzdür? Beləliklə, şəhər Qüdsdür. Qapı isə Hittə qapısıdır. Bağışlanma qapısıdır. Bəs İsrail oğulları ilə bağlı bağışlanma qapısının arxasında hansı hekayə dayanır? Qapı. O qapı idi ki, o yerdə Allahın ruhu Yarusəlimə daxil olub.
Onlar bu xüsusi qapıda göründüklərini deyirdilər. Bu qapıya rəhmət qapısı və ya qızıl qapı adı verilmişdi. Kim bu qapıdan daxil olsaydı və ya bu qapının ətrafında olsaydı, onların günahları bağışlanardı və onların rəvayətlərinə görə İsrail oğulları dövründə qapıda görünən səkinə və ya Allahın ruhu Məsih həmin qapıdan daxil olana qədər bir daha heç vaxt görünməyəcəkdi. Və bu qapı əslində möhürlənib, bağlanıb ki, heç kim o qapıya daxil ola bilməsin. Yalnız Məsih özü ora daxil olana qədər. Və bu, xristiyanların və müsəlmanların inandığına görə, Məryəm oğlu İsa Məsihin Yerusəlim şəhərinə daxil olduğu qapıdır. Və bu qapı şərqə doğru, yəni Yerusəlim şəhərinə doğru açılır, düzdür? Bu heyrətamizdir. Çünki bunun mənası budur ki, Muhammed Peyğəmbər sallallahu aleyhi və aleyh əslində deyir ki, o Yerusəlim şəhəridir. Yəni Muhammed Peyğəmbər Qüdsdür. Düzdür. Və Qüds şəhərinin qapısı Ruhul Qüdsin daxil olduğu qapıdır. İndi Ruhul Qüds müqəddəs ruhdur. Qüds müqəddəs deməkdir, düzdür? Müqəddəs. Bu ruh müqəddəs ruh adlanır. Çünki o müqəddəs bir ruhdur. O Allahın ruhudur. Amma ona bu səbəbdən Ruhul Qüds deyilir ki, o Qüdsdə yaşayan ruhdur. O ruh Qüdsdə məskunlaşan ruhdur. O ruh Yerusəlimdə məskunlaşan ruhdur. O Qüdsin ruhu, Yerusəlimin ruhudur. Düzdür. Beləliklə, Muhammed Peyğəmbər sallallahu aleyhi və aleyh əslində hədisdə mən elmin şəhəriyəm dediyi zaman, bu, mən Yerusəlim şəhəriyəm deməkdir. Yaxud da deyir ki, mən o evəm ki, Yerusəlimdə məskunlaşmış həmin ruh, indi mənim içimdə məskunlaşır. O ruh ki, İsrail oğulları arasında ən müqəddəs yerdə idi və kim o yerdə olsa, günahları bağışlanardı. O ruh indi mənə daxil olub və mən artıq onun məskunlaşdığı evəm. Mən artıq o şəhərəm. Mən sizin aranızda Yerusəliməm. Mən müqəddəs ruhun eviyəm və mən müqəddəs ruham. Və elm şəhərində olan o müqəddəs ruh haradan keçir? O, qapıdan keçir. Hittə qapısından. Kimdir qapı? Əhl-i Beyt, əleyhissalam. Beləliklə, o müqəddəs ruh ki, mənim içimdədir və siz onu əldə etmək istəyirsiniz. Ey məndən sonra gələcək müsəlman nəsilləri, siz ona daxil olmaq istəyirsinizsə, o ruhun hər dəfə keçəcəyi qapıdan daxil ola bilərsiniz. Və bu imamlardır. Mənim ardımca gələcək olan vəsilərim. Beləliklə, bu Muhammed Peyğəmbərin sallallahu aleyhi və aleyh dediyi hədisin həqiqi mənasıdır. Mən elm şəhəriyəm. Yəni, mən Yerusəlim şəhəriyəm. Və Əli onun qapısıdır. Kim elm istəyirsə, kim müqəddəs ruhu əldə etmək istəyirsə, onun qapısından daxil olmalıdır. Və qapı özü birbaşa şərqə doğru yönəlib. O şəhər isə onun qarşısında olan şəhər, Bəsrədir. Düz xət boyunca Hittə qapısı hansı istiqamətə baxır? Bəsrə istiqamətinə. Bəsrədən Əhməd əl-Həsən əleyhissalam, Hüseyn əleyhissalam çıxdı. O, bu dövrdə Qüdsin ruhunun və ya müqəddəs ruhun daşıyıcısıdır. O, İraqdan, Bəsrədən gələcəyi vəd edilən Yamani, vəd edilən xilaskar, Mehdilərin birincisi və İmam Mehdi əleyhissalam tərəfindən göndərilən elçidir. Və bu görməyə gözü olanlar və eşitməyə qulağı olanlar üçün bu dövrdə onun gələcəyinə birbaşa işarədir. Subhanallah. Bu qeyri-adi bir şeydir. Quran, Muhammed Peyğəmbər sallallahu aleyhi və alihin hədisləri və Yəhudi rəvayəti arasında bu əlaqəni quraraq bir çox sirri və gələcək kəhanətləri aydınlığa qovuşdurur. Aləmlərin Rəbbi olan Allaha həmd olsun və Əhməd əl-Həsənə salam olsun.
Və salam Əhməd Əl-Həsəndən əleyhissalam və İmam Mehdidəndir əleyhissalam. Və bütün həmdlər bizə elm və anlayış verən Allahadır. Mənimlə birlikdə olduğun üçün çox təşəkkür edirəm. Assalamu alaikum. Aleyküm selam ve rahmetullah.